Değerli mədələrim, en değerli məqam, bunu yenə də deyəcəm başqa vaxtda. Sən demək, baxın ha, qəhri burasıdır ha. Efirimin en değerli yeri burasıdır. Sən demə, Kürd Azər, sən demə Kürd Azər, Şəmkir Korpus komandiri Abdullayev, Oruc Abdullayevlə əlbir imiş. Sən demə İlham Əliyevin korpus komandiri bu kumarda uduzan ne bilir ki ordu nədir? Ha, bu Zakir Həsənov vağzal süpürgəsi boyda bığ saxlayan ne bilir ordu nədir? 8 arvad saxlayan, arvad erməni, anası erməni. Deməli, biz neçə vaxtı Oddalovlu danışırdıq, ha, Kürd Azər hardan keçir? Ermənistana heyvan gətirir, heyvanlar aparır. Sən demə, Kürd Azər Müdafiə Nazirinin göstərişiyle Şəmkir Korpus komandiri Oruc Abdullayevlə əlbir imiş. Sən demə, Nəcməddinin adamlarını döyüş vaxtı qaçıran, Şəmkir Korpus ərazisindən qaçıran Oruc Abdullayev imiş. Sən demə, Kürd Azərlə Ermənistana keçən, ermənilərlə yiyib içən, erməniləri gətirən, erməniləri aparan, ermənilərlə yiyib içən, ermənilərlə şəkil çəkdirən, işgəncə verən, o işgəncə kasetlərini dayaq məntəqələrin məxfi sənədləri göndərən adam Oruc Abdullayev imiş. Oruc Abdullayevi buna göre, açığa çıktığına göre Əlin Ağayevin gücünlə, Əlin Ağayevin hayküyünlə İlham Əliyev ne bilir? İlham Əliyev İyiliyir o zaddan vurur, gedir şeyden narkotikten. İlham Əliyev zorla adınız ne ayıldılar, çıkardılar, ayda bir defa 2 kəlmə söz deyir. İlham Əliyev ne p***də dövlət idarə eləyər. İlham Əliyev hemen 10 dənə qaz da veri eləmərəm o taktırmağa. 10 dənə qoyun o taktıranmaram ona mən. Da veri eləyir. Ne p*** dövlət idarə eləsin. Kürd Azər, bax ha, devlet təhlükəsizlik xidməti ayağa qalxır. Aləm deyir bir-birinə. Korpus komandiri Oruc Abdullayevlə ermənilərin işbirliği, heyvan alveri ortaya çıxır. Oruc Abdullayev pensiya çıxardılar, sərəncam alırlar. Həbs cinayetçi qaldırmırlar, ha! Qaldırmırlar cinayetçi. Qaldırmırlar cinayetçi. Pensiya çıxardırlar. Hələ qardaşı Zülfüqar Abdullayevi baş qərargah rəisi Kərim Vəliyev özünə mavin götürür. Ama her şey o tarafa. Kürd Azər yenə cəzasız qalır. Hatta beyler de belki de öldü. Bu beylerin mafyasını niye yığıb yığışdırmırsınız? Ha? Değerli vətənlərim. Bakın, Azərbaycan ordusunu satan Nəcməddinin adamlarını qaçırdan ölkədən döyüş vaxtı o ciplər qoyan, fişəklər haram bombalamaq koordinatlarını veren. Deməli, değerli vətənlərim, bakın, Usama Bin Laden'i 4 tane maddeyle cinayetçi kaldırdılar. O vaxtı dünyanın en büyük terörçüsünü. Bakın, Azerbaycan'ı, Gəncəni, Bakını bombalayan, Bakıya da bombalar atıldı. Sadece vuruldu. Bombalayan Arayik Harutunyan'ı ve onun silahdaşlarını hiç 10 tane maddeyle cinayetçi kaldırmayıblar. Kaldırmayıblar cinayetçi. Ancak ve lakin bakın, bu adama bakın, yaxşı bakın. Bu adama yaxşı bakın bu şəklinə. Dostlar, değerli həmvətənlərim. Bakın, bunun adı yüzlerle Azerbaycanlı körpeleri, kadınları öldüren Beglaryan. Bakın, bu Beglaryan'ı en çok maddeyle Beglaryan'ı kaldırırlar. Yüzlerle Azerbaycanlı uşaqları, kadınları. Bakın, Beglaryan'ı 15 maddeyle cinayetçi kaldırırlar Beglaryan'a. Ama mənə
24 maddeyle cinayetçi kaldırıblar. İndi İlham Əliyev sənin üzünə, şərəfinə, qeyrətinə. Değerli mədələrin, bir acı xəbər də verəcəyəm sizə. Bir kədərli xəbər verəcəyəm sizə. Kədərli xəbər verəcəyəm sizə. Acı xəbər verəcəyəm sizə. Qardaş Türkiyənin sevimlisi, gələcək Cumhurbaşkanı Əkrəm İmamoğlu, mənim də sevdiyim Əkrəm İmamoğlu həbs edildi. Az sonra ondan danışacaq, yenə də efir açmaq istəyirdim. Elə burada deyim, akşam danışaram. Bakın, Əkrəm İmamoğlu budur. Baxaq. Seçme bugün diplomanın iptali falan umurumda değil yani. Çok önemli ama esas umurumda olan ne biliyor musunuz? Artık bu ülkede herkesin kazanılmış tüm hakları tehlike altındadır. Ve bu akıl bu milleti gerçekten tehdit eden bir akıla dönüşmüştür. Herkesin elinden her şeyi alabilirler. Malını, mülkünü, mülkiyet hakkı, eğitim hakkı, seçilme hakkı, seçme hakkı.